Kohkili Boy Rahmet Radyosu iftiharından takdim edir. آغرل بسم الله الرحمن الرحیم. Salam arz edirəm əziz eşidənlərə. Hər yerdə ki varayız, İranın hər nöqtasından ki bizim səsimizi eşidirəyiz, İnşallah təniz salım ola, gününüz xoş və sağlı gündən gününüz geçə. Yine də tevfik oldu bir Ağrel برنامه‌سından qulluğunuzdayıq. 30 dəqiqə bizimlə qalın lütfen. Xidmətinizə arz edəm ki, bərnamamızın pəxşi saati yenə dəyişildi və gedən həftədən bu bərnama 1 saat ilərtər pəxş olur. İlərtər 9 saat gecədən gedənlə pənşənbələr pəxş olurdu. İnnən belə, əgər yenə dəyişilməsə 8 saat gecədən gedənlə bu bərnamaya başarınız, qulaq asayız. Bizimlə danışmaq için Yasuç koduyla bu şomarayı tutun. 22 222 پیامکimiz şomarası 30741 ve web saytımız nişanası www.yasuc.irib.ir. Gözümüz yolla. Çantasında heç nə yox. Torbası götü dəlikdir. Əl örgənəyi toxuyur. Bəli, şayad anladınız ki, seyrəm bərnamanın əvvəlki bəxşindən nənəsədən danışam. Qaşqayının toxumalısı çoxdur. Gəbbə, gilim, cəcim, mərfəc, xurcun, cuval, ukaş, kakaş. Amma çanta bir təzini fərşdir ki, qaşqaylar toxuyur və məxsusən cahal qızlar əlörgənəyi içi bu vəsiləyi toxuyurlar. Çantay aynadaraq içi, Qur'an içi, engeyiblik içi, tikməli vəsail içi, ətiqəcat içi istifadə edirlər. Çanta güya asmalıdır. Bənabərin bağ hörürlər biləsinə və gumpul düzürlər. Küçüğü bir ovuc içi çadır və büyüğü bir xurcun tayçə. Çantayı bir başına qoyurlar və hər neçəsini bir dəfədə toxuyurlar. İlmə, çərx, gilim, geçmə çantanın baftıdır. Gedək görək təhiyyə konandəmiz nə amadə etmiş. Alişe İyi pəgirirdik, qonna iki xət edirdik, tövlərdik, uzadırdık.
Bir karış, iki karış, her ne kadar adamın giynisiye. Ona uzadırdı ki sabit iki zeyfe bir başına oturdu bir ayağına. Hatmen büyük olanına belay olurdu. Küçük olanına da bir uşağına. Ona ayak kulukdur. Ki kulkunan toxirek. Ya ren, ya ilme, ya geçme. Bu iş neyle yedirek. Ona bir karış seriyeden, bir Recep derler, tat der bir Recep, Türk der karış. Ona büyüğünü hatmen büyükler edersin ki bir vakit bir ova geçti, şair oldun, at yanına bağladın, çırak koyun içine. Payla koyun içine, uşağına su vereyim. Uşağına çörek vereyim. Küçüğünü de ki ayna koyun içine, darak koyun içine, Kur'an koyun içine. Bile ki. Ağırel bərnamasını Dina Radyosu'ndan, Kohgülüboy Rəhmət Mərkəzindən eşidirik. Bu bərnama pənşənbələr 8 saat gecədən gedəndə pəxş olur. Amma Qaşqayların rəsm və rüsumatından neçə bərnamada danışmışıq. Bu gecə Ağay Məhəmmədipur bir guzarış beləmizçi gətirmiş ki, adı Çilləbədərdir. Bu rəsm Qaşqay əşairinin bir qədimki rəsmiymiş. Gedək bilənə bu rəsmi eşidək. Yad olsun. Beş gün ki qışdan gedirdi, deyirlərdi Çeyli-Pəng. Duvarları Şam, Çeyli-Pəng gecəsi. Elə bu 45 gecənin özünə duvarları rəngləyirlərdi. Bir qaplama ya badiyə içinə rəng tökürlərdi. Ondan rəng yetməyirlərdi alalar. Bəlid cəfdi. İstəyirlərdi, ondan bir kohna atırlardı bunun içinə. Bu rəngi götürürlərdi, duvarın dalı üstünə ya büyrək üstünə. Bir dənə çəkirlərdi. Hər kəs bir rəqəm. Biri büyrək üstünə çəkirdi zoğulu, biri dalı üstünə çəkirdi. Ondan səhər bu duvar məhləmədə ki, vaxt ki, baxırdı, bir-biri görürdü ki, bilək rənglidir, elə duvarın özü də elə təəccüb edirdi. Çeyli-Pəng biləyi gətirdi. Çeyli-Pəngdən sonra yenə duvara gözləyirlərdi tə 2 ay qışdan gitmiş ola, buna deyirlərdi 60. Uşaqlardakı ilərtər görmüşdü, daha elə gözləyirlərdi ki, bu gələ. Biləsinə deyirlərdi Çilləbədər. Gəlirlərdi 2 böyük ot edirlərdi. Ki arası bir 2 ərşinləyin məsələn fasilə var ola. 2 ərşin, 3 ərşin, 4 ərşin, bilək. Duvarın cilondan pazanı çəkirlərdi, bu otun arasından rədd edirlərdi. Daha duvar elə bu duvarın şahazı ki zəngliydi, adət etmişlərdi bu zəng səsini, bu şahazı amunun ardı sıra girirlərdi. O banın uşağı hər birisi bir ləgən ya sini ya dikbərbaşı bilək ailəlinə inne ya bir dəmirindən ya bir ağacından vurirlardı bu dərfin siniyə dərf dingelirdi. Dərf dingelirdi, duvar ürkirdi o artıqlar qaçırdı, tund qaçırdı. Qaçırlardı, o otun arasından çıxırlardı. Duvar kimin arasından çıxırdı, duvar ayası deyirdi, həyə, daha duvar ölümünə atmış. Buradan ki çıxdı bu ana, daha bu ölməz, qalır çıxar il izinə.
Yaz olan Germesir'den köçerdik. Yaz olan Germesir'den köçerdik. Körpelerin mereden tez açardık. Yorulan çahil biçerdik. Damak vurup körpeleri yığardık. Duvarı dan edip unna sağardık. El köçenle çadır germen açardık. Çemirlenip var çaydan geçerdik. Çay keminle yarpuzları biçerdik. Vurdurduk onu atak ayrana. Ayran içip herkes gire bir yana. Xub yadımna süt sağanına süzerdik. Xub yadımna süt sağanına süzerdik. Bula bula çalıyı kazardık. Keşki edip çık üstüne düzerdik. Çatma koyup durakları süzerdik. O sularda biz karagurt gezerdik. Sehergahdan arvad yayık yayardı. Keresini keredana koyardı. Ayran ocak üstüne kaynayardı. Çökerliği daş altına sıf dedi. Peniriyle keredanı cuft dedi. Çuğdar gelip koyun geççi sattıklar. Çuğdar gelip koyun geççi sattıklar. Atçulunu at üstüne attıklar. Koyun geççi edip dağa gittikler. Raht yumaklar o çayların keminne. Sap çekipler var gözün nemine. Duvardan nahından geççi kaçan ne bükerdik biz buna çok daş atan ne. Çobandan gahdadan başı tutan ne. El uşağı görmezler innen bile. Bu koşmayı derem ta onlar bile. Yorulmamışsınız ki. خب elhamdülillah. خدمتinize arz edem eğer sadeniz bize پیامک yollayınız şumaramız 30741. Ama Köçoğundan bu bernamada çok danışmışıq. Bu faslı Sərhəddən Gərmisirə gitmek faslıdır. Yeylaqdan qışlağa. İnne bu Köçoğun asan olmuş ama ilerter çok saxtımış ve zahmet çok var imiş. Adam fikrini ki edir, der ilerkilerimiz ne kadar saxlik çekmiş ve ne kadar bir tikke helal روزی çi əziyyət olurlarmış. Bu bəxşi sizə təqdim edirək ki, varımızın yadımızda qala hardan hara yetişmişək. Eydən 15 günlərdən daha şuru edirlərdi qışlaqda çün məntəqə Gərmisirə götürəlirdi, keçirlərdi. Sərhədə sarı, Yeylağa sarı gəlirlərdi. Hay bir gün bir yurtda, 2 gün bir yurtda ya məsələn hər gün keçirlərdi də gəlirdi 2 aydan sonra gəlirdi yetişirdi məntəqə Yeylağıya. Burada da daha çadırları vururlardı ya alaçıq verirlərdi deyrinə ya duvarı qırxırlar, yuyurlardı çeydiyə. İngini qırxırlar diyor. Erzeden bunu zeyfeler egirir diyor. Ondan sonra boyadırlardı. Qali o, gilim o, cacim o, çadır o, erken o, bostpalas o, bunları bu surette masraf edirlerdi bunu ingini qılını. Ondan sonra da tuğsanla burada turillardı ta duvarı sağırlardı, qurrudirdi. Qurrudirden sonra daha duvar sirilirdi ta gene yetişirdi muğayı ki Gərmisirə sayılar tasmin tutarlar keçeler giderir Gərmisirə.
oynamırıq. Bərnamə pəxş edirik. Amma oyunlarımız da yadımızdan çıxmamış. Gönlümüz istəyir əgər sizinlə oyun yadınızda, bir adab və rüsum xatirinizdə var, bir şeir zihninizdə var ki, fikr ediniz, bu bərnamada biz başararaq beləsini pəxş edək, zəhmət çəkəniz, web saytımız təriqindən yollayınız da işlədək və beləsini istifadə edək. Web saytımız nişanası budur. www.yasuc.irib.ir Oyunlar, oyuncular. Qoyum qoyum ya ceyran ceyran. Qoyum qoyum oynadagi bu tariqdir ki 5-6 nəfər hər nə qədər ziyadılar yeterdi, dəstə cəmülsülər yeterdi. Bir nəfər bu ünvanı reis, büyüklər, əlini açır. Əlbəttə gözünü bağlayası, bu durubərnəylər hay burmaqlarına qatılır. Bunun yəni isə bu da gözü bağlı şansı birinin burmağını tutur. Hər kəsin ki burmağa girə düşdü beləsini saxladı, bunu saxladası gözünü bağlayır. Bu bunun gözünü bağlayır, baxı yoldaşları gedir qaymıyır. Gedəndə də bir rəqəm gedərsələr ki, bunun qıçı şuxarını bilər, eşitməyir, bilməyir ki, məsələn, bu ki gözünü bağlamış, bunlar hainə giydi. Gedirlər qaymıyırlar. Bu ki bunun gözünü bağlamış, daha xob ki mutmain oldu bunlar var qaym olmuş. Gözünü açır, nə deyir? Ceyran ceyran. Ceyran ceyran edəndə onlar da bura ki qaym olmuşlar, çıxırlar yazıya, qaçışıyla gəlir özlərini etirdəsilər dəkki. Hər ki etirdi, salim etirdi dəkkiyə ki etirmiş. Hər kəs də etirmədi, bu ki gözü bağlıydı, onların birisini məsələn tutdu, hələ oradakı tutdu minası dalına, tə dəkkiyə çəsmilir bunun dalına. Buraya gələndə gəlir o adam ki dəstgir olmuş, o yenə gözünü bağlayası, baqi nəfərət gedir qoymur. Elə belə bir tərtib də məmulən onlar ikizlərin tərdir, yetər qaçır, bunlar özlərini etirlər, az oyul ki məsələn gözlərini bağlayırlar. Zingirlanmak bəşərin zatından. Adam bulmayın ki başı xəlfət olanına ya hətta işə məşğul olanına zingirlanmaya. Bu zingirlanmak ya xoşallıqdan, göynü xoşluqdandır ya qəm nişanasıdır. İnşallah ki qəm görməyəyiz. Ağrel bərnamasının bir bəxşi bu zingirlanmaklardır ki ayın bayından girimizə gəlir və pəxş edirək. Bu bəxşədə qulaq asın lütfən.
da bulbul yol jayar ya reistasne yar canayra sarvardır ayrı nişan var can canayra sarvardır ayrı nişan var. Atalar sözünü Qashqoyning zarbul masallarını bayon edirik. Harda honi zarbul masale kimichi isha oparillar. Atalar sözü. Göğünden yer arasında adamlara deyirlər ki, təklifləri məlum deyil və nə ayinlikdirlər o, nə bayinlik. Ya bir adam ki, çox müntəzirdir. Yerdən geyə yağış yağmaz. Bir olmalı işə deyirlər. Ya bir işə deyirlər ki, əqlimiz qəbul etmir. Əgər biri seyə bir iş yerə ki, çox müxalif varı bu məsələ deyirlər. Əli ağ. Bir adama deyirlər ki, heç iş beləsindən gəlmir. Əli sülh. Bu adamlara deyirlər ki, hünərməndir o, çox iş başı olur və hər iş əlindən gəlir. Su kələ yerdən aşır. Muni Fars muadili هرچه سنگ پای لنگ که کم شانسلی گرسدیر. Zihəcce ayı başlandı və hacılar Məkkədə ibadətdədir. Xoş hallarına ki, saadət varlar idi, Məkkəyə getdilər və özlərini tövbə suyundan yudular. Amma bilək ki, hər kəs öz məhəlləndə, öz işində, öz yerində əgər bir xidmət-i xalqa edə bildi, bir dügün xalqdan aşdı, Tarıcanın beləsinə rəhmət gözü ilə baxır və əcrini Məkkə əcrinə yaxın verir. İnşallah ki, dahalarımızda توفیق خدمت به خلق همیشه وارولا و خداوند حضرت مهدی عجل الله تعالی فرجه الشریف ظهورunu bu aziz cuma gecesinde görsede. Tarihe tapşiran belayzi şamiz hoş.